Onda gəlin belə danışaq da. Deyirsiniz ki, məsəl üçün, hərə qabağına bir boş qab qoyur, adını da qoyur ki, mən blogeram. Hərə kim? Məsələn, kim? 2, 3, 4 dənə bloger var ki, mukbang çəkirlər və blogerdirlər. Başqa kim? Sən elə bilirsən ki, hər qabağına kələm dolması qoyub yeyən bloger olur. Sən elə bilirsən ki, bu videonu indi bu kələm dolması yediyimə görə izləyəcəklər. Yox. İnsanlara mənim reaksiyam maraqlıdır. Verdiyim cavablar maraqlıdır. Bişirdiyim kələm dolmasının necə olduğu maraqlıdır. Üstündə bonus olaraq mən yemək yeyirəm, söhbət edirəm. Onda deyək ki, makyajla bloger olurlar. Biri qoyur qabağından güzgünü, kosmetikasını, makyaj eləyən kontent yaradır. Video çəkir. Sən kontent yaratmaq sözünü də bilmərsən. Video çəkir. Və blogerdir. Ondan da deyəcəksən ki, hamı kosmetika çəkə-çəkə bloger olur. Və yaxud da biri Instagramda paltar kombin videoları çəkir. Onda gedib o rəylərində yazırsan ki, paltarın dəyişə-dəyişə bloger oldu. Hamı paltar dəyişir, bloger olur. Bu nə məntiqdir, bu nə düşüncədir ki? Hər qabağına bir qab yemək qoyub yeyən bloger olmur. Mən də hələ deyiləm. Başa düşdün, çünki mən peşəkar dedim, mən həvəskarım. Özüm üçün çəkəm elə belə. Və yaxud da başqa sahələr olsun. Məsəl üçün, götürür İdman Akademiyasına, hamı sənəd verir. Elə bilsən ki, İdman Akademiyasını bitirən hamı idmançı olur, idman müəllimi olur. 10 dənə adam bitirirsə, onun bir dənəsi işini sevirsə, dalıca gedirsə, olur. Və yaxud da imtahan verir, müəllimliyə, universitet bitirir, müəllimliyi bitirir. Elə bilsən, hər müəllimliyi bitirən müəllim olur. Nə yazdığınızı özünüz bilmirsiniz, heç.